uzanmışdı yerə, tən yolun ortasındadır. Yəni hamının atış sektorundaydı. Amma bu yəni yaralanmamışdı əslində. Durub təkrardan bir neçə dəqiqə qaçmağa cəhd elədi ki, sürətli şəkildə həmin yerdən qaçsın. Orada duran erməni başını itirmişdi. Fikirləşirdilər ki, bunlar öndə gözləyirlər, amma Ağadurdun içində artıq müharibə başlayıbdı. Evlər yanır, atışma gedir, durmadan aləm deyib bir-birinə. Biraz gözlədikdən sonra gördük ki, düşmənin təxminən 40 nəfərə yaxın bir bölməsi gəlir bu istiqamətdə. Biz onları görürük. Sadəcə əldə etdiyi mövqeyə çatmalarını biz gözlədik. Komandirin təbii ki, qərarı orada, son qərarı komandir verir. Yəni bunlar hara gedə bilərlər? Təkrardan biraz kənara çəkib müşahidə edəndə gördük ki, orada bir yulğunluq var ki, onun içində gizləniblər, topa şəklində bir 10 nəfərə yaxın bir yerdə oturublar. Ağadurd əməliyyatı başladı. Biz təsəvvür edək ki, bir gün kilometrələrcə yol, yəni düşmənin yarı biçinə girmişdi. Sağımız, solumuz, yəni erməni vardı, postlar vardı. Oradan bizi yəni maşına görürlərsə atırdılar, vururdular. Və Cəbrayıldə eyni anda bizim başqa bölmələrimiz döyüşürdülər. Cəbrayıl rayon istiqamətində də bizim yəni bir-iki əməliyyat keçirtdik. Amma ən ağır əməliyyat bizim üçün Xocavənd rayonu Hadrut qəsəbəsi oldu. Belə deyim, biz bir gün o qədər kilometrajda yolu getdik. Hava çox yağış idi, durmadan yağış yağırdı. Elə yağış yağırdı ki, yəni bildiyin üstümüzdə götürdüyümüz yağışa qarşı vahidələr vardı ki, su keçirtməyən buşlat, yağmurluq və s. Onlar heç biri, yəni belə deyim, saxlamırdı suyu. Yəni bir neçə saatdan sonra artıq su baxırdın ki, dözmür, bunlar saxlamır. Yəni əynimizdə olan bütün paltarlar, hətta alt paltarlarımıza qədər, batinkalarımızın içinə qədər hamısı suyun içində idi. Yükümüz onsuz da ağır idi. Belə deyim, götürdüyümüz sursat, təchizat, hər şey ağır idi. Sadəcə bu artıq çıxmışdı 2 qatına. Yağış o qədər vurmuş ki, çıxmışdı 2 qatına. Sadəcə gecə-gündüz sadəcə hərəkət, durmadan hərəkət, durmadan hərəkət. Bəzən duman ilə pərdə kimi çəkirdi ki, hər tərəf bağlayırdı ki, getmək mümkün olmur, göz qabağı görmürdü. Biz həmin istiqamətə gəldik və orada Xocavənd Cəbrayıl istiqamətindən belə deyim, Hadrut qəsəbəsinə gedən bir torpaq yol var. İndi orada olanlar yaxşı bilirlər. O yol istiqamətinə çatdıq ora və gördük ki, erməninin böyük bir bölməsi, bəlkə də hərbisə idi, hansı hərbisə geri çəkilirlər. Yəni biz o yolun üstündə onlardan belə deyim qarşılaşdıq. Əslində biz onları gördük, onlar bizi görmədi. Ara məsafəmiz əslində çox deyil. Yəni 300 metr zat kimi belə məsafədə təxminən biz onları gördük ki, çox xeyli sayda maşın, texnika, əsgər sayı geri çəkirlər artıq. Bunların məqsədi ancaq və ancaq artıq Hadurdu saxlamaq idi əllərində. Və irəlilədikcə görürdük ki, bizim dədə-baba torpaqlarımız var ki, ön xətt istiqamətində yerləşən kəndlərimiz, qəsəbələrimiz var ki, onlar hamısını veran qoyublar, yaşamırlar orada. Sadəcə ferma kimi istifadə edirlər, yataq kimi istifadə edirlər, əkinə yararlı torpaqlara taxıl əkiblər, yerdə qalan yaşayış yoxdur. Sadəcə xarabalıq eləyiblər hər tərəfi. Bunlar, yəni biz bunları görə-görə gedirdik. Və gəldik həmin istiqamətdə bizim üçün yəni ən böyük yaşayış məntəqəsi Hadrut idi. Həmin istiqamətdə məsələn bir gün gözlədik, komandirin qərarı elə oldu ki, həmin günü keçməyi biz Hadrut'a girməyimizə uyğun bilmədi. Artıq orada düşmən bölmələri həddindən çox yerləşmişdi və biz girsəydik tapşırığımız da uğursuz alınardı. Yəni belə deyim, bu da bir uğursuz tapşırıq da o deməkdir ki, çoxlu sayda şəhid, qazi bahasına başa gələ bilərdi, çoxlu qana başa gələ bilərdi. Ona görə artıq ağıllı komandirlərin qərarı belə oldu ki, geri çəkilirik, təkrar bir də olacaq əməliyyatımız, amma bugün geri çəkilirik. Biz geri çəkildik. Eyni gəldiyimiz təxminən 2 günə qədər yol qayıtdıq yenə də piyada. 2 günə eyni yolu qayıtdıq geri. Təzədən yəni üst başımızı qurutmağa bir gün vaxt sərf olundu. Təzədən üst başımızı qurutduq, nə elədik? Nə bilim, yəni artıq biraz hazırlıqlı getmiş ki, artıq zibil paketləri var idi ki, böyük ölçüdə olan, onlardan biz orada istəmişdik, gətirdilər bizə. Yəni artıq yağmurluq deyil də, həmin paketlərdən yağışdan qorunmaya düşünürdük ki, növbətdə belə yağışa yaxalansaq, belə qorunacaq yağışdan. Biz artıq tapşırığa hazırlaşırıq, üst baş, hər şey təbii ki, çox sürətli olur orada. Sursatı təzədən silahı sil, təmizlə, digər təchizatları qurula, paltarını qurula, çox hər şey sürətli olur. Vaxt, yəni hər dəqiqə təkrar geri biz tapşırıq ala bilərik. Və elə də oldu, yəni komandirim belə deyim, gördüm məni çağırır, qrup komandiri yaxınlaşdım, dedi ki, səni bölmədən ayırırıq, sən başqa bir tapşırıq var, sən onun üçün ayrılırsan. Təbii ki, məni çox narahat elədi ki, yəni adam orada tanıdığı yoldaşlardan öz bölməsində heç ayrılmaq istəmir. Yəni bilirsən onların nəyə qadir olduğunu.
Və başqa bir tapşırığım var, başqa adamlar da gələcəksən deyəndə mən çox narahat oldum, söz yox. Və sorursam da mənə dedi ki, komandirlər orada izah edəcəklərsə və gördüm ki, tək mən deyiləm, öz bölməmizdən hardasa 4-5 nəfər başqa adamlar da ayrılıblar. Tapşırığın təyinatı belə olduğu üçün Milli Ordunun hansısa bölmələri vardı, adını çəkmək istəmədim, hansısa bölmələr vardı. Onları birbaş bizim tapşırıq istiqamətində aparıb yerləşdirmə əmrini vermişdilər ki, sizin öz içinizdən şəxsiyyət arasında bələdçi kimi onlar aparıb həmin bölmələri yerləşdirsinlər olar. Təbii ki, bu çox çətin bir tapşırıqdır. Bilmirsən kimi aparacaqsan, apardığın adam əskərdir, yəni mülküdən yeni gəlibdir, onlar yəni hərbi savad, təcrübə, yəni bizdə olanın yarısı qədər demək olar yoxdur. Çox çətin bir tapşırıqdır, amma yəni tapşırıqdır, bu imtina eləmək mümkün deyil. Sözcə bu tapşırığı aldıq. Öz bölmələrimizdən təxminən 3-4 saat sonra bizi apardılar həmin o bölmələrin yanına və gecə ikən biz onlardan eyni maşına bizi qoydular, səhər açıldı və tanış olduq orada, kim kimdir, biz də orada onların komandirlərlə tanış olduq. Bizim bölmələrdən belə deyim, çox az sayda adam şəxsiyyət ayrılmışdı. Orada cəmi belə deyim, hər taborun üstünə 50-60 nəfərə, 70 nəfərə qarşı 5 nəfər, 4 nəfər bizdən adam ayrılmışdı. Tapşırığı biz çalışırdıq ki, yəni deyilən vaxtda, deyilən saatda, həmin koordinatda biz orada olmalıydıq. Çünki bu bizim əks halda bizim qabaqda olan qardaşlarımızın belə deyim, ora yerləşə bilməsəydi, çata bilməsəydi, bu çox ağır nəticələr verə bilərdi, çox fəsadlar verə bilərdi. Biz həmin istiqamətdə bölmələri götürdük, irəliləməyə başladıq. Və mən belə deyim, oradakı indi adını çəkmədiyim qardaşlar var ki, xidmətdədir. Onlardan bir neçəsi qabaqda, ortada belə gedənlər vardı. Və mən arxada olmağı seçdim ki, arxada qalanlardan mən cavabdehliyi daşıyıram. Yəni geri qalmağa heç kim qoymuyor, amma sürətli getməliyik. Təbii ki, aydın məsələdir ki, sağda, solda ermənilər durmadan atırdılar. Əgər aşkara çıxsaydıq, orada atışma 100%, yəni qaçılmaz idi. Bizi də narahat edən, məni narahat edən, mənim yoldaşlarımı narahat edən şəxsən nəticə odur ki, yəni biz özümüz öz qabiliyyətimizə bələdik. Yəni orada hər hansı əskərin və ya səfərbərlikdən gələn hər hansısa bir qardaşımızın şəhid olması, yaralı olması bizə heç lazım deyil, yəni həmin vaxtda. İstəyirdik ki, son dərəcə belə deyim, itkisiz, yaralısız həmin tapşırığı biz yerinə yetirək, öz bölmələrimizin yanına qaydaq. Təxminən bizim marşrut belə deyim, bir gün uzandı və bir gün yəni o zəif hərəkətə görə onların tez gedə bilməsi ki, biz yubandıq. Amma tapşırığı çox şükür Allah üçün vaxtında icra eləyə bildik. Qarşıda bizi öz yoldaşlarımızdan gözləyənlər vardı, gətirdik, həmin bölmələri çatdırdıq ora. Bir yerdən sonra Vətən Müharibəsi Qəhrəmanı Həsənov Salih var, bizim komandirlərdən birisidir. O bizi orada yanında iki nəfər başqa öz şəxsiyyətindən gözləyirdi orada. Biz gəldik, onun yanına çatdıq. Tapşırığın yerdə qalan hissəsində rəhbərliyi o davam elətdirdi. Və təbii ki, çox sevindik ki, belə deyim, məsuliyyəti səndən bir yuxarı komandir alırsa, bu yəni şəxsən məni çox rahatlatmışdı, nə yalan deyim. Və tapşırıq həmin yerdən etibarən komandirin yəni belə deyim, rəhbərliyi altında davam elədi. Qarşıda da bizi belə deyim, həm çox sərt bir relyef gözləyirdi, çox yüksəklik vardı, ora çıxmaq lazım idi. Həm də ki, vaxt çox az idi. Biz həmin vaxtda çatdırmalıydıq orada. Artıq bizim bölmələr hadurda girməli idi həmin gecə, belə deyim, girməli idilər və bunlar da elə bir proses baş verir ki, belə deyim, sağda erməni postu, solda erməni postu, ermənilər hər tərəfdə mövqeylənib gözləyirlər. Bu çox sakit bir şəkildə olmalıdır. Elə olmalıdır ki, təsəvvür edin ki, 300 nəfər xüsusi təyinatlı girməlidir bir qəsəbəyə və bunu erməni silahlı qüvvələrinin əskəri, patrolu heç kim görməməlidir. Əgər görürsə, aşkara çıxsa, tapşırıq istədiyimiz nəticəni verməyəcək. Aydın məsələdir. Yenə də olacaq, amma çox çətin olacaq. Biz təbii ki, bölmələr artıq girmişdi, səhərə yaxın, gecə saat artıq 12-in çatırdı ki, biz ora çata bilmirdik. Aramızda çox məsafə qalmamışdı. Təqribən 1000 metr, 1500 metr kimi dağ relyefində marşrut qalmışdı. Yəni komandir də çox orada belə deyim, əzminat görsədi ki, yəni kim gələ bilirsə mütləq aparacağıq. Gələ bilməyəndə səhərə doğru artıq gəlib çatsın, amma biz orada olmalıyıq. Nə olur olsun, orada olmalıyıq. Və o komandir deyən kimi də oldu. Biz satdıq ora, qalxdıq həmin diki. Bizim belə deyim, gətirdiyimiz 60-70 nəfərə yaxın şəxsiyyətdən təxminən 30-40 nəfər bəlkə də belə deyim, biraz geridə qaldılar. Amma biz onlara istiqamət verdik ki, həmin istiqamətdə olacaqsınız, gəlin artıq orada gözləyirlər də sizi. Gətirdik, həmin bölməni oraya yerləşdirdik, komandirləri, rəhbərləri üstlərində idi, cavabdeh şəxslər üstlərində idi və biz artıq, yəni belə deyim, yenidən öz rəhbərliyi, komandirin rəhbərliyi altında bir qrup formalaşdıq. Qrupun
say tərkibində olan şəxslərdən bugün düzdür 1-2 nəfər xidmətdədir, amma şəhidi, yaralısı daha çoxdur. Belə deyim. Tapşırıq aldıq və biz artıq həm gecədən səhərə doğru bizim oradakı qruplar, Hadrutda gedən qruplar, artıq onlar düşmənlə başlamışdılar, təmasda girmişdilər. Səhər açıldığında artıq ermənilərin, biz sağda solda erməni postlarını görürdük, söz yox, meşənin içindən biz baxırdıq, görürdük ki, orada şəxsiyyət qaynayır, erməni əskərləri var, postdan çıxırlar, baxırlar, girirlər içəri, baxırlar, girirlər içəri. Biz artıq girdik içəri. Həmin bölmənin tapşırığı orada sadəcə gətirib milli ordunun oraya yerləşdirilmiş heyət vardı ki, onların tapşırığı bizim arxa bölmələrin gəlməsini gözləmək idi. Amma biz daha getməyə deyiyoruz yoldaşlarımızın yanına. Biz elə də elədik. Getdik, irəliləyən saatlarda erməni artıq belə deyim, orada duran erməni başını itirmişdi. Fikirləşirdilər ki, bunlar öndə gözləyirlər, amma Hadrutun içində artıq müharibə başlayıbdır. Evlər yanır, atışma gedir, durmadan aləm deyib bir-birinə. Bunlar nə olduğunu bəzi fərqinə varmırlar ki, yəni anlamağa çalışırlar ki, nə baş verir də, yəni bu Azərbaycan əskəri nə vaxt girdi içəri, nə vaxt orada döyüş gedir, nətər oldu bu proseslər. Onlar anlamağa çalışırlar və başlarını itirmişdilər. Bilmirlər düşmənin önündən mi gözləsinlər, yoxsa arxadan mı gözləsinlər. Belə vəziyyətə düşmüşdülər. Və biz irəlilədik, onların oradan bir torpaq yolu var ki, Hadrutun içə tərəf gedir, Cəbrayıl istiqamətindən gedən. Həmin yolda biz gördük ki, təxminən mən saydım 13 dənə maşın keçdi. Ardınca 9 dənəsi yük maşını idi. Əskərlər olan maşını şəxsiyyət üçün idi. 4 dənə də Willys tipli, Uaz tipli maşınlar idi. Bunlar artıq durmadılar, bunlar qaçdılar. Gördük ki, maşınlar təxminən saatdə 30-40 km sürətlə gedir, şəxsiyyət də yanlarından gedir. Bizim də əlimizdə elə ağır silah yox idi. Əlimizdə olan silahların hamısı yüngül silahlar idi. Və dedik, komandir, biz artıq yolunu çatırıq, komandirin qərarı oldu ki, artıq buna çata bilmədik, bu kalan olsa çata bilmədik, bunlar keçdilər. Bizim ara məsafəmiz oydu ki, əlimizdəki silahlarla biz oraya bir şey eləyə bilmədik, həm də mövqeyimiz uyğun deyildi. Və dedik, artıq növbəti gələn kim gəlsə buranı 100% bunlara biz burada pusk atacağıq. Və elə də elədik. Təxminən 10 dəqiqə olar kimi bir dənə təxminən bir qaş kimi, arx kimi bir yer vardı, orada biz mövqeyləndik. Gördük ki, düşmən bir dənə Kamaz gəlir, səsini eşidirik. Yolda elədik ki, Kamaz gəlib adasa 20-30 metrəyə, 40 metrəyə çatmayıncaya qədər nə o səni görür, nə sən onu görür. Sadəcə səs eşidə bilirsən ki, gəlir, yollar, dağı yarıblar, belə kimi yollar çəkiblər, dolanbaz yollar çəkiblər. Erməni Kamazı gəldi, bizim artıq düz məsafəmiz tutanda biz bunlara bir də şok atışı elədik. Gördük ki, bunun artıq güllə Kamazın parkresinə, nə bilim, hər yerinə səpələndi. Sürətli sürdü, qaçdı. Getdi, biz izlədik, gördük, təxminən bir 1000 metr sonra çox şimal içində yaralı vardı. Sonradan biz Kamazı araşdıranda gördük ki, qan falan tökülmüş içində, Kamazı qoyub qaçmışdılar, amma içində şəxsiyyət qalmamışdı. Bundan təxminən 5 dəqiqə aralığından bir dənə də maşın gəldi. Bir dənə də maşın gəldi, bir təkə eyni situasiyanı bunu elədik. Buna da puska atdıq. Bu artıq maşın yığışdıra bilmədi. İçəridəki sürücü güllə dəymişdi, çox şimal ehtimalından. Təxminən 20-30 metr sonra getdi, Kamazı saxlaya bilmədi. Yolda ağac vardı yolun sağında. Kamazı ona vurdu, Kamazı aşırtdı. Kamazı aşırtdı, Kamazın hətta siqnalı belə deyim, yanılı qalmışdı. Bir gün axşama atana bəlkə siqnal çala qalmışdı orada. Biraz gözlədik, yəni eyni bizim mövqeyimizdəyik, təbii ki, o maşını sıradan çıxartmışıq. Gözlədik, növbəti yenə kimsə gəlirsə, bunları da eyni situasiyanı eləyək. Bu arada boş qalan daraqlarımızı doldururuq, bəlkə mövqeyimizi daha da yaxşılaşdırırıq, sağa sola müşahidəmizi təşkil edirik. Həmin tapşırıqda məsələn iştirak edən, mən adını çəkmək istədiyim daxili qoşunların xüsusi sənədlərinə İsrafil Murad bizim yanımızda həmin tapşırıqda olub. Bugün qazidir, Allah şifası versin, Gizri İbrahimov şahid, Şəhid Bədəlov Oqtay və xidmətdə olan bir neçə yoldaş, təxminən 8 nəfərlik bir qrupdan biz orada döyüşürdük. Qazi İlkin, Mahir Həsənov Salihin rəhbərliyi altında biz orada döyüş apardı. Biraz gözlədikdən sonra gördük ki, düşmənin təxminən 40 nəfərə yaxın bir bölməsi gəlir bu istiqamətdə.